Uşaqlar, deməli vegetativ orqanlar bilirsiniz ki, üç yerə bölünürdü: kök, gövdə və yarpaq. İlk dəfə olaraq deməli gövdə və yarpaq yaranmışdı mamırlarda. Kök sistem olaraq yaranmışdı qıcıkimlərdə və qıcıkimlərdə ilk dəfə saçaqlı kök sistemi yaranırdı. Amma yadınızdadsa da milkök sistemi çılpaq toxumlarda yaranırdı. Çünki milkök sisteminin yaranması üçün mütləq toxum olmalıdır, rüşem kökü olmalıdır. Ona görə o da yarandı çılpaq toxumlarda. Amma ən çox orqan müxtəlifliyi desələr, yadınızda saxlayın. Ən çox orqan müxtəlifliyi desələr, biləcəksiniz ki, söhbət örtülü toxumlulardan gedir. 6 orqanın 6-sı da var idi. Amma ən az orqan müxtəlifliyi mamırlarda da gövdə və yarpaq 2 dənəyə bərabər idi. Ümumiyyətlə orqan müxtəlifliyi yoxdur dedikdə deyəcəksiniz ki, mənim yosunlar aiddir. Çünki yosunların bütün bədənləri tallum adlanırdı deyənə heç bir orqana rast gəlinmir. Orqan nə idi? Quruluşu, funksiyası olmalıdır, müəyyən yeri olmalıdır və müəyyən toxumadan təşkil olunmalıdır. O isə deyirlər orqan. Orqan sözünün də mənası bilirsiniz ki, silah, alət deməkdir. Əvvəlcə gəlin yarpaq, bugünkü deməli dərsimiz yarpaqdır. Yarpaq haqqında daha böyük xırdalıqlar var. Deməli yarpaq nədən ibarət idi? Yarpaq ibarət idi saplaqdan və bir də yarpaq ayasından uşaqlar. Yarpaq saplağı və yarpaq ayası bircə yarpağı yaradırdı. Saplağın funksiyası nədir? Yarpağın saplağı yarpağı gövdəyə doğru birləşdirir. Bir də yarpaq ilə gövdə arasında əlaqəni təmin etmiş olur 2 və eyni zamanda işığa doğru yönlənməsini təmin etmiş olur. Bu yarpağın deməli funksiyasıdır. Sual verəsiniz ki, müəllimə, bütün mü yarpaqlarda saplağı var? Xeyr. Bəzi yarpaqlarda gördüyümüz kimi saplaqsız da ola bilər. Belə yarpaqlara oturaq yarpaqlar deyirlər və taxıl bitkilərində yadınızdadsa da yarpağın saplağı genişlənirdi, gövdəni novça kimi əhatə edirdi və biz də buna qın deyirdik. Yadınızda saxlayın. Adətən üzrə yarpaq ayası böyük olan bitkilərdə, yəni xüsusən də taxıllarda aya çox böyük olduğuna görə nazik saplaq onu saxlaya bilmirdi. Ona görə də saplağa ehtiyac da zaten duyulmurdu və belə yarpağa oturaq deyilirdi. Yaxşı, yarpaq ilə gövdənin arasında qalan hissəyə isə yarpaq bucağı deyilir. O hissədə isə bilirik ki, deməli qoltuq tumurcuğu yerləşir. Və qoltuq tumurcuğu yarpaq xəzanından sonra həmin qoltuq tumurcuğunun hesabına gələnli yeni yarpaq hüceyrəsi yaranır. Bu belə. Yarpaqlar quruluşuna görə bölünürlər 2 yerə: sadə yarpaqlara və mürəkkəb yarpaqlara. Sadə yarpaqlı bir yarpaq ayasından və bir saplaqdan ibarət olursa, belə yarpaqlara sadə yarpaqlar deyirlər. Yox, əgər sadə, yəni mürəkkəb yarpaqlar isə yarpaqlar, daha dəqiq yarpaqcıqlar öz xırda saplaqları ilə ümumi saplağa birləşirlərsə, belə yarpağa nə dedik? Mürəkkəb yarpaqlar dedik. Onlar da bölünür 3 yerə: lələkvari, o da bölünür təkə, cütə, sonu təklə bitirsə tək, cütlə bitirsə cüt lələkvaridir. Üçər yarpaqlar mütləq 3 dənə yarpaqcıqdan ibarət olmalıdır və bir də barmaqvari. Deməli, bir də vurğulayıram ki, 3 yerə bölünür: lələkvariyə, üçərlərə və barmaqvariyə. Lələkvarinin özü də bölünür 2 yerə: təkə, cütə. Tək lələkvari qızılgüldə, məsələn, yəqin ki, bunu görmürsünüz. Yəni, orada dəstəklərdə verilib, bütün hamısını özünüz öyrənərsiniz. Məsəl üçün, itburnudur, qızılgüldür, qozdur, ağakasiya. Bunlar oldu tək lələkvari. Minimum yarpaq sayı 5, bəzənsə 7 ola bilərlər. Yadınızda saxlayın, rəqəm mütləq tək bitməlidir. Amma bunun özü bir yarpaq sayılır. Sual düşür ki, bir yarpaqda maksimal yarpaqçığın sayı nə qədərdir? 7 olacaqdır. Məsələn, məsələlər verilir. Yazır ki, 70 dənə yarpaqcıqdan ibarət olan mürəkkəb yarpağının sayı neçəyə bərabər olacaq? Maksimalsa da 70-i böləcəsi 7-yə, eləyəcək 10 dənə yarpaq. Məsələn, itburnuya aid ola bilər. Sonra cüt lələkvari yarpaqların sayısı müxtəlif ola bilər. Çox vaxtı 16-ya bərabər olur. Sonu cütlə bitməlidir. Cüt lələkvari yarpaqlar da verilir. Noxuddur, lərgədir, sarı akasiyalardır. Bunlar hamısı oldu. Deməli, nələr? Mürəkkəb lələkvari yarpaq. Yəni, lələk forması sağ və sol tərəfdə simmetriya təşkil etməlidir. Üçər yarpaqlar isə uşaqlar mütləq şəkildə bir yarpaqda 3 dənə yarpaqcıq alınmalıdır. Yəni, bunun özü komple yarpaq hesabı olunur. Bunlar da hansı bitkilərdə veriliblər? Çələ, moruq, börkən və lobiya. Bunlar neçə oldular? 3 dənə yarpaqcıq birləşdi, bir mürəkkəb yarpağı yaratdı. Sonra gəlir barmaqvari, at şabalıdır, çətənədir. Acı paxla və yaxud da lüpin də deyirlər. 1, 2, 3, 4, 5, 6, 7. Maksimum əksər halada 7 dənə yarpaqcıq olur. Deyəcəksiniz ki, mənim tək lələkvarida da bu cürədir. Xeyr, tək lələkvarida yarpaqların sayı bərabər olsa da sonu təklə bitməlidir. Amma bunlarda bir şüa şəklində çıxır. Bax, fərqlər buna ibarət idi. Amma sadə yarpaqlarda bayaq vurğuladım ki, sadə saplaqdan və bir ayadan ibarət. Amma mürəkkəb yarpaqlarda deyirəm ki, yarpaqcıqlar öz xırda saplağı ümumi saplağa birləşir. Bu da bir yarpaq sayılır. Bu da bir yarpaq sayılır. Aydındırmı? Beləliklə, uşaqlar, tək lələkvari yarpaqlarda əvvəl köhnə dərslikdə bölümlü, dilimli, yarılmış idi. Bunlar düşürdü, indi bunları yığışdırdılar.
bölünmə dərəcəsinə asılı olaraq yarpaqlar bölünürdülər. Yadınızda saxlayın, yuxarıda olan yarpaqlar adəti üzrə daha bölünmüş olurlar, daha yarılmış olurlar. Aşağı doğru getsə yarpaqlarda bütövləşmə əmələ gətirir. Bunun səbəbi nədir? Yuxarıda bölünmü, dililmi və yaxud da yarılmış yarpaq ona görə olur ki, o sahələrdə, yarılmış sahələrdə işıq şüası düşüb alt yarpaqları bütövlükdə əhatə eləsin deyə nə deyirlər və belə yarpaqlara yarpaq müxtəlifliyi deyirlər. Əncirlə, məsəl üçün, tutda qovaqda bax belə bu cür yarpaq müxtəlifliyindən sahibdir. Yenə deyirəm ki, alt yarpaqlar bütöv olur, yuxarı yarpaqlar isə bölünmü, dilimi yarılmış olur ki, yenə deyirəm ki, nə üçün idi? İşıq aşağı doğru bərabər miqdarda düşə bilsin. Əgər alt yarpaqlara işıq düşməsəydi, altdakı yarpaqlar məhv olardı, yalnız üst hissələr qalardılar. Bəs damarlanma nədir uşaqlar? Damarlanma, məsələn, burada sadə yarpaqlardan cökəni veriblər, palıdı veriblər və ağcıqayını veriblər, gördüyümüz kimi. Amma damarlanma nə deməkdir? Uşaqlar, damarlanma bölünür 3 yerə, torvariyə, paralelə və qövsvariyə. İki ləpəli bitkilərdə ana damar qalın olur, seçilən olur və xırda damarlar ana damara birləşmiş olurlar. Bu, sinifin xarakterik xüsusiyyətidir. Yadınızda saxlayın. İstisna olaraq, deməli, hansı bitki idi? Bağ yarpağı istisna idi. İki ləpəli olsa da damarlama qövsvariyyət istisnadır. Paralel damarlama adəti üzrə zambaq kimlərdə müşahidə olunur və taxıllarda müşahidə, əsas etibarilə taxıllarda müşahidə olunur. Damarlar ana damar olmur və bütün damarlar paralel yerləşir və heç bir yerdə kəsişmə əmələ gətirmirlər. Fərqi də buydu. Və bayaqlar vurğuladım, çox vaxt qın yaradırlar, saplağa ehtiyac da olmur. Amma qövsvari damarlamada düzdür, ana damar olmasa da, bütün qalınlıqlar, damarların eyni qalınlıqda olsa da, əvvəldə və axırda kəsişmə yaradırlar. Bunlar da çox vaxt zambaq kimlərə məxsus idi. İkiləpəli bitkilərdə istisna olaraq, yenə vurğulayıram ki, oldu bağ yarpağı, torvari olmalıydı, amma oldu qövsvari, düzdürmü? Birləpələrdən isə deməli qarğa gözü idi ki, olmalıydı əslində qalsa paralel və ya qövsvari, amma damarlama torvaridir. İki bitkidə yarpağında istisna vardır. Bağ yarpağında həm də kök sistemində istisna var. İkiləpələrdə yadsa da kök sistemi necə olmalıdır? Mil olmalıydı, amma saçaqlıydı bağ yarpağında. Qarğa gözündə isə zambaq kimlərə aid idi? Birləpəli olsa da kök sistemi saçaqlıydı, elə orada da saçaqlı. Yəni kök sistemində istisna yoxdur. Çünki kökümsovu var. Kökümsovu olduğuna görə gövdə metamorfozdur. Gövdədən də əlavə çıxır, əlavədən də yan çıxır, olur saçaqlı. Yəni qarğa gözündə bir istisna var. Yalnız yarpaq, amma bağ yarpağında iki istisna var. Anlaşıldı mı? Belə. İndi gəldi çıxdıq uşaqlar yarpağın daxili quruluşuna, anatomi quruluşuna fikir versəz uşaqlar. Yarpağın daxili quruluşu xaricdən bir qatlı, lakin qalın divarlı dəricikdən təşkil olunmuşdur. Adəti üzrə daha soyuq yerlərdə və daha isti yerlərdə, quraq yerlərdə həmin dəricinin üzəri əlavə kutikula ilə də örtülmüş olur mühafizə məqsədindən. Dərici bir qatdan ibarətdir, altda üstə yerləşmişdir, şəffafdır, vurğulayıram, xarici divarı qalındır. Şəffafdır ona görə ki, işığı ötürsün, qalındır ona görə ki, mühafizə eləsin. Sonra xarici qatda deməli dərici hissədə çox vaxt ağızcıqlar yerləşirlər. Ağızın yerləşməsinə də diqqət yetirmək lazımdır uşaqlar. Bəli, ağızcıqlar bir ağızcıq aparatı iki qapayıcı hüceyrədən ibarətdir. Ortalama hər hüceyrədə 20-25-ə qədər xloroplast olurlar. Dəricinin şəffaf hissəsi adı üstündədir, şəffafdır. Yalnız işığı ötürürsə, ağızcıq hissələr isə transpirasiyada, yeri gələndə fotosintezdə də iştirak edilir və qaz mübadiləsində iştirak edilir. Yəni yarpağın 3 əsas funksiyası var idi. Üçündə də ağızlıq hissəsi iştirak edir. Aşağı şəkildə diqqət yetirsəniz uşaqlar, dərici, yəni bu da həmin strukturanın tərkibidir. Amma burada artıq ağızlıq hüceyrələri belə deyək də açılmış vəziyyətdə yerləşmişdir. Yəni boşalmış vəziyyətdə yerləşmişdir və artıq burada hüceyrə arası boşluq yaranmışdır. Bu hissədən su xaric olunacaqdır. Gəlin mən sizə ağızlıqların vəziyyətini biraz deyək. Ümumiyyətlə yadınızdadırsa da demişdik ki, yarpaqlar su tələbatına görə bölünürlər 3 yerə. Ksera, fit, quraqlığa davamlılar. Mezofit, meza orta deməkdir. Yəni orta mövqedə olan bitkilər, Qafqaz bitkiləri, Zaqafqazda olan bitkilərin hamısı bura aid idi. Və bir də higrofit. Əvvəli higro və hidrofitləri bölürdülər. Qaydaya görə sırf suyun içərisində bitən bitkilər var, bir də suyu sevən bitkilər var. Viktoriya ilə Suzanbaq sırf suyun içərisində bitirlər. Bəli, onlar hidrofitlərdir, bəli. Amma süsənlə zambaqda, süsənlə deməli kələmdə isə həm altda, həm üstdə eyni dərəcədə ağızlıqlar yerləşir və hərsi suyu tələb edənlərdir. Onlar da hidrofitlər. Yəni higrani hidrofitlər bu xüsusiyyətlərincə fərqləndir. Amma indi onların hamısı birləşdi, elədilər hidrofit. Hidro birisi də su deməkdir də, fito da bitki deməkdir. Yadda saxlayın. Əgər bitki kserofitsə də, yəni quraqlığa davamlı bitkidirsə, onun ağızlıqları əsas hissəsi altda yerləşəcəkdir. Ona görə üstünü yağlasaq da altı sağ qalıb yaşayacaqdır.
Çünki 70-80% ağacıq harda yerləşir? Altda